Şərqdə minamyot batalyonunda qulluq eləmişdim Minatanda. Elə ona görə də hətta orada bankim demiş ki, mən Minvatda qulluq eləmişəm. Mən sahəyə gözəl bilirəm. Tərtərdə qulluq eləmişəm. Harda getmək lazımdır. O istiqamətləri mən yaxşı bilirəm. Nəsə mənim xeyrim deyər. Böyləcə döyüş yolunda. Yəni bilirsiniz, düzdür. Bu dəqiqə biz fəxr edirik ki, övladımız şəhid olub başqa bir yolda. Elə bəzi əyri yollar da var. Amma nə qədər çətin olsa da yenə biz üçün qürurludur. Və bildiyimizə görə Teymur aprel döyüşlərində də istəyib, arzusu olub, amma alınmayıb. Bayaq dediyim kimi, yəni o təbiət söylədi ki, insan qəlbini dəyməzdir, insan xətrinə dəyməzdir. Amma bir gün o gəldi işdən, dedi ki, bəs bir yoldaşımın işdə bir qəza olub, ayağını kəsiblər, o özünə yer zədələnib, o özünə yer tapa bilmirdi. Hətta sonradan bildim ki, ora gedib, köməklik edilib, yəni çox şeylər var. Yəni, onun hər bir hərəkəti elə bir şey yadda qalanmıdır mənim üçün. Deməli, mən bir məsələni də buradan qeyd edeyim. Deməli, Sahil qəsəbəsində, Qaradağ rayonunun Sahil qəsəbəsində dövlətimiz tərəfindən 3 medalla təltif olunub. Zəhmət olmasa, bunu elə sizin dilinizdən eşidək ki, dövlətimiz tərəfindən hansı medallarla, hansı dövlət tərəfindən Füzulinin azad olunması, Xocabəndin azad olunması, bir də Vətən müharibəsi iştirakçısı medal ilə təqdim olunur. Medallarını biz görə bilərik. Bəli, buradadır. Neçə evladınız var? 3 evladım var, 2 qız, 1 oğlan. 2 qız, 1 oğlan. Evin təki evladı. Bəli. Deməli, dəyərli tamaşaçılar, bizim şəhidimiz Teymur həm də evin tək oğlu olub, amma buna baxmayaraq vətən sevgisi onda o qədər çox olub ki, mən bayaq ilk dəfə başlayanda dedim ki, şərəfli yol hər kəsə qismət olmur. Amma Teymur vətən sevgisi onda o qədər çox olub ki, o evin tək oğlu olmasına baxmayaraq, hətta ailəsindən xəbərsiz belə könüllü olaraq döyüşə yollanıb. Və atasının da qeyd elədiyi kimi, deməli, 2020-ci ilin 18 oktyabrında Şuşa yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və dövlətimiz tərəfindən deməli Rəsulov Teymur Yavuzoğlu cənab prezidentimiz, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanımız İlham Əliyev tərəfindən deməli təltif edilib. Mən sizə bir göstərəcəm bunları. Deməli, bu onun keçdiyi döyüş yolundan onun medallarıdır. Mən sizə təqdim edirəm. Bu ikinci medalın vəsiqəsi cənab prezident tərəfindən təltif olunub. Bu şəhidimizin ikinci medalı. Bu onun üçüncü vəsiqəsi cənab prezidentimiz tərəfindən təltif edilir və üçüncü medalını da mən sizə təqdim edirəm. Bu da qəhrəman şəhidimizin üçüncü medalıdır. Mən elə buradan fürsətdən istifadə edib bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bütün qazilərimizə Allahdan acil şəfalar diləyirəm.